Salam değerli izleyiciler, Azərbaycan-İran sərhədində silahlı atışma olub və rəsmi açıqlamanı diqqətinizə çatdırıram. Fevral ayının 20-sində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidmət ərazisində İrandan Azərbaycan Respublikası istiqamətinə 4 naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilməsi müşahidə edilib. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, sərhəd zastavası dərhal silaha komandası üzrə qaldırılmış, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb. Sərhəd naryadı tərəfindən dayan əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdı. Lakin əmrə tabi olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədi ilə atəş açıb, üzərlərindəki bağlamaları atmış, havanın qaranlıq ərazinin meşəlik olmasından istifadə edərək geriyə qaçıblar. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarış və əməliyyat tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus 3 ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Baş vermiş hadisə barədə müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb. Fakt üzrə əməliyyat, istintaq və axtarış tədbirləri davam etdirilir.